4-cü 20-ci saat qurşaqlarının sərhədləri müvafiq olaraq hansı meridianla uyğun gəlir? 4, bir də 20. 4-cü saat qurşağı. 4 saata neçə dərəcə dövr edir? Tapaq. 4 saat, 1 saat 15 dərəcə, 4 saat x dərəcə. Bunun x dərəcə bərabərdir. 4 vurulsun 15 bərabərdir 60. 60 deməli 12-dən kiçik olduğu üçün, yəni 12-ci saat qurşağından kiçik olduğu üçün bərabərdir 60 şərq uzunluğu. 12-dən böyük olsaydı, yəni daha doğrusu 12-ci saatdan böyük olsaydı biz bunu qərb yarımkürəsi kimi tapacaqdıq. Keçək 20-yə. İkinciyə. Yenə 1 saat 15 dərəcə 20 saat x dərəcə. X dərəcə bərabərdir 20 vurulsun 15. Bu da bərabərdir x dərəcə bərabərdir 300. Və 300 dərəcə biz dedik ki, əgər dərəcə 180-dən böyükdürsə, biz 360-dan çıxırıq. 360 çıxılsın, çünki çevirə 300 tam dərəcə bərabər 60. Və bu həm 180-dən böyük olduğu üçün və 180-dən böyük olduğu üçün, bu da həm də 12-ci saat qurşağından böyük olduğu üçün 20-ci saat qurşağı. Ona görə biz buna yazırıq 60 qərb uzunluğu. Orta meridianlarını tapdıqmı? İndi deyir ki, bunların kənarlarını tapın. Yəni saat qurşaqlarının müvafiq olaraq hansı meridianlar əhatə eləyir? Kənarlarını tapaq. Biri 60 şərq uzunluğu. Biz bilirik ki, kənarları 7.5-dir. Çünki 15-dir. Yəni bütöv 15-dirsə, ortası budursa, kənarlar 7.5. Bu tərəf olacaq 67.5 şərq uzunluğu. Bu tərəfdən 60-dan çıxanda 57.5 şərq uzunluğu. Deməli 7.5 60 daha doğrusu 57 yox, 52.5 üzr istəyirəm. 60-dan 52.5 67.5 B variantı uyğun gəlir. Sonra ikincinə baxaq. 60 qərb uzunluğu. Bu tərəf, bu tərəf. Deməli bu tərəf eləyir 67.5 qərb uzunluğu. Bu tərəf eləyəcək, yəni 52.5 qərb uzunluğu. Cavab B variantı. 8-ci 20-ci saat qurşaq müvafiq olaraq hansı meridianlara uyğun gəlir? Yenə eyni qayda ilə. 8, bir də 21. 1 saata 15, 8 saata x. X də bərabərdir 15 vurulsun 8 bərabərdir 120. Deməli bunun 180-dən kiçik olduğu üçün dərəcəsi olacaq 120 şərq uzunluğu. Bunu tapdıq. İndi digərini tapaq. 21 saat x. Buradan da x dərəcə bərabərdir. X dərəcə bərabərdir 21 vurulsun 15. 315. Bu da 180-dən böyük olduğu üçün çıxırıq. 360 çıxılsın. 315, 5, 45 dərəcə. Və bunun saat qurşağı da 12-dən böyük olduğu üçün, deməli bunu yazırıq 45 qərb uzunluğu. 45 qərb uzunluğu. Deməli bunu tapdıq. İndi kənarlarını tapaq. Birinci 120 şərq uzunluğu. 120 şərq uzunluğu. 7.5, 7.5 çünki bütöv 15. Biz də bilirik 1 saat 15 dərəcə gedir. 7.5 üzərinə gəlirik. 7.5 çıxırıq. 127.5 şərq uzunluğu. Bu tərəfdən 20-dən çıxanda 112.5 şərq uzunluğu. Deməli 112.5, 120.5 C düz gəlir. İkinciyə baxaq. 45 qərb uzunluğu. Yəni 7.5, 7.5. Üstə gəlirik, çıxırıq.
Cəmi 15-dir. Böləcək 52,5 qərb uzunluğu. Tərəfdən çıxanda 37,5 qərb uzunluğu. 37,5, 52,5 C variantı. Greenwich meridianı. Biz bilirik Greenwich 0-cı meridiandır. Bu saat qurşaqla oradan hesablanır və dərəcə qiyməti də 0 dərəcədir. 0 dərəcə Greenwich. London Greenwich əsaslarından keçdiyi üçün ona 120 Greenwich adı verilir. Ondan 120 dəqiqə yerli Greenwich meridian aralarında 120 dəqiqə yerli vaxt fərqi olan iki məntəqədən eyni məsafədə A, B. Məsafələri eynidir. Bu x-sə, bu da x. Deməli, eyni məsafədə yerləşir. 120 dəqiqə yerli vaxt. Dəqiqə verilibsə, biz bunu dərəcəyə çevirməliyik. 1 dərəcə, 4 dəqiqə. Mütləq. Dərəcə gördüksə, dəqiqə gördüksə dərəcəyə çevirin. X dərəcə, 120 dəqiqə. Buradan 4 vurulsun. X bərabər 120. X bərabər 120 bölünsün 4. X də bərabərdir 30 dərəcə. Deməli, 30 dərəcədir bu arasında fərq. İndi ki, bu eynilikdə yerləşən, eynilik eynidir. Yəni, paralelləri eynidir. İki məntəqə coğrafi uzunluqları müəyyən. 30'dur. Yəni, yarı-yarı məsafə eynidirsə dərəcə də eynidir. Ümumi olaraq 30'dursa, deməli, bu tərəf 15 olmalıdır. Bu tərəf 15 olmalıdır. Fərq yox. Yəni, 15 qərb, 15 şərq uzunluğu. Cavab A variantı. 20 dərəcə paralelin 1 dərəcə qoşun uzunluğu 104,16 kilometr. Bu paralel boyunca yerin öz xəyali ox ətrafı fırlanma sürətini. Fırlanma sürəti belə tapılır. Deməli, 1 dərəcədə 104,6-dırsa, kilometrdirsə, yer kürəsi 1 saat neçə dərəcə dövrədir? 1 saata 15 dərəcə. Deməli, nə edirik? 1 dərəcə qoşun uzunluğunu 104,6-nı vururuq 15'ə. Çox sadə. Yəni, 1 saatda neçə dərəcə dövr etdiyinə bərabərdir. 104,6 vurulsun. Deməli, 104,6 vurulsun 15. 1569 kilometr bölünsün saat sürətlə hərəkət edəcək. Bir daha deyirəm. Fırlanma oxunu, 1 dərəcə qoşun uzunluğunu biz dərəcənin 1 saatda neçə dərəcə dövr etdiyinə, 1 saat neçə dərəcə dövr edirsə, həmin dərəcəyə vururuq və sürət tapırıq. Cavab D variantı. Və yaxud əksinə, bu verilibsə, 1 dərəcə qoşun uzunluğunu tapa bilərik. 15'ə bölərək. Və yaxud əksinə, bu verilibsə, yerin 1 dərəcə qoşun uzunluğu verilibsə, bunu 1 dərəcə qoşun uzunluğuna bölüb neçə dərəcə dövr etdiyini tapa bilərik. KL məntəqələrinin ümumi cəhətləri. KL. Coğrafi koordinatlar eynidir. Eyni ola bilməz. Biri sağda, biri solda. Belə deyək də, nə qirimiz göstərər. Biri coğrafi koordinatlar, paralelləri eynidir. Hə, eynilikləri eynidir. Çünki eyni paralel. Amma meridianlar fərqlidir. Bu meridiandır. Bu paralel. Özündə gördüyünüz kimi paralellərin üzərində, amma meridianlar fərqlidir. Bir səhvdir. Birlər getdi. Şimal tropik xəttinə qədər ən qısa məsafə eynidir. Çünki eyni paralel üzərindədir. Buradan bura kimi, buradan bura eynidir. 2 doğrudur. Bu da getdi. Ya B idi, ya da Y. Yerli vaxtları eyni. Yerli vaxt eyni ola bilməz. Meridianları fərqlidir. 3 də səhvdir. Qütblərdə məsafə eynidir. Doğrudur. Çünki eyni paralel üzərində. Eyni işıqlanma qurşaq, eyni doğrudur. Eyni paralel üzərindədirlər. Bütün saat qurşağı yerləşən müvafiq materik okean. Bütün saat qurşaqları deməkdir ki, yəni bütün meridianlar keçir. Bütün meridianlar da keçən Antarktida və Şimal Buzlu okeanı. E variantı.